Hörmətli müştərilərimiz, sizlərə yeni bir video çəkirəm. Deməli, bu videoda bacardığım qədər cavan xanımları nəzərə alıb sırğa modelləri göstərəcəm. Birinci məhsulumuz belə bir Van Cleef model sırğadır. Qiyməti 8 manat. Bir cütünün qiymətidir buna 8 manat. Sonra növbəti məhsulumuz belə bir Van Cleef modeldir. 9 manata. Bir cütünün qiyməti 9 manat. Rəngi getməyən məhsuldur. Çox keyfiyyətli məhsuldur. Radirovkalı maldır. Sonra deməli növbəti məhsulumuz, yəni çox super, yəni ideal bir məhsuldur. Baxın, qara ilə qızılının qarışığı belə bir Van Cleef model. Bu məhsul da 9 manatdır. Rəngi getməyən məhsuldur. Super maldır. Sonra bu məhsulun belə indi paskadan çıxartmayın. Baxın, bu formatda mövcuddur. Belə bir məhsuldur. Sonra Tiffany model sırğa hər kəsə yəqin ki tanışdır. 7 manata sizlərə təklif edirəm bu məhsulu. Bir cütünün qiyməti 7 manat. Angliski zamokdur. Kip formada açılıb bağlanır. 7 manata. Sonra Tiffany modelin belə bir sırğası da var. Baxın, bu forma. Qiyməti 6 manatdır. Bir cütünün qiyməti 6 manata. Zəhmət olmasa videoya baxdığınız halda bacardığınız qədər bəyənib paylaşın. Hər kəs görsün bu məhsulları. Sonra növbəti məhsulumuz deməli belə bir məhsulumuz var. Baxın. Bir cütünün qiyməti 8 manatdır. Rəngi getmir məhsulun. Garanti verirəm bu məhsula mən. Sonra Pandora məhsuluna baxın. Modelinə daha doğrusu. Baxın, belə bir Pandoradır. İtalyan qızıl rəng. Qiymət 8 manatdır. Bir cütünün qiyməti 8 manat. Keyfiyyətləri də çox əladır. Sonra hər kəsə tanış olan Cartier firmasının sırğasıdır. 9 manata. Polad materialdır. Rəngi 100% getməyən maldır. Qaşsız variantıdır. 9 manata. 9 manat. Sonra hər kəsə tanış olan ulduz dayanmır, Quranın olsun. Çənədən sazda bu adam. Belə bir ulduz modeldir. Baxın, qiyməti 9 manatdır. Rəngi İtalyan qızıl rəngdir. Radirovkalı məhsuldur. 9 manata. Sonra bu məhsulun gümüş rəngi də mövcuddur. Baxın, gümüş rəng. 9 manat. Super məhsullardır həqiqətən. Yəni bu firmanın malları rəngi getməməyinə zəmanət verilir. Düz demirəm, ömürlük istifadə edəcəksiniz, amma ki illərlə istifadə olunur. Sonra bir də baxın, belə bir məhsulumuz var. Göstərim. Baxın, 7 manata. 7 manat bu məhsulda. Cavan xanımlar üçün nəzərdə tutulub. Mən belə fikirləşirəm. Sonra indi sizlərə belə bir yeni məhsulumuz gəlir. Fərqli modeldir. Qiymət 7 manatdır. Baxın, belə bir formada 7 manata. Sonra Bottega modellər indi sizlər üçün göstərəcəm. Bunun həm balaca ölçüsü var, həm də böyük ölçüsü. Balaca 7-dir, böyük 8 manatdır. Bundan biraz böyükdür, yəni təxmini 20 qəpik boydadır. Sonra bu sırğadan sayı az gəlib. 5-6 ədəd gəlib. Qiymət 8 manat. Baxın, belə bir məhsul. Super modeldir. Bağlanma hissəsi iynə formada. Sonra kvadrat məhsulumuza baxın. Super bir model. Qiyməti 12 manatdır. İri modeldir. Yəni iri model sırğa sevən xanımlar üçün nəzərdə tutulub. Rəngi rus qızıl rəngdir bu məhsulun. Sonra sizlər üçün nə göstərək? Deməli, Cartier'in belə bir modeli də var. 8 manatdır. İriliyi də təxminən 50 qəpikdən biraz böyük. Sonra bir də sonuncu məhsulumuzu göstərirəm. Belə bir modeldir. Çox fərqli çeşiddir də. Polad materialdır, rəngi getmir. Qiyməti deməli 10 manatdır. Polad materialı təşkil edirəm.
son model dedim, da üzrü sayın yeni məhsullar da gəlib. Onları da göstərim sizlərə. Tiffany modelin belə bir fərqli sırğasıdır. 13 manatdır. Super maldır. Rəngi getməyən məhsulu polad material. Baxın, iridir də, yəni sallanma modeldir. Sonra sizlər üçün belə bir Van Cleef model sırğadır. Qiyməti 14 manata. Firma məhsuludur, rəngi getməyən maldır. Baxın, çox göstərişli və keyfiyyətli məhsuldur. Sonra növbəti Tiffany məhsulumuza baxın. Qiymət 8 manat. Arx hissəsi iynə formalı bağlanmadır. 8 manata. Və əqrəb model sevən xanımlar üçün belə bir məhsulumuz gəlib. Qiyməti 9 manata, keyfiyyətli məhsuldur, rəng getməyən maldır. Sonra sizlər üçün nə çəkək? Cartier firmasının sırğaları var. Bunlar 5 manatlıq sırğalardır, keyfiyyətləri yaxşıdır. İstifadə müddəti uzun müddət istifadə etmək olur. 5 manata. Belə. Bir də bu məhsulu da göstərim sizə. Pullu məhsuldur. Daha da aşağısı pulla belə. Qiyməti 12 manat. Rəngi getmir. Məhsula garanti verir. Polad materialda arxa forması, bağlaması da bu formadadır. Bu qədər zəhmət olmasa axıra kimi gəlmisinizsə bəyənib paylaşın. Daha çox izləyicilərin qarşısına çıxsın. Hər birinizə öncədən təşəkkür.